Naçalnik gönderib. Çək onları görün. Ehmallı olun. Buyurun. Və Sağ. Hərəyə biridir. Fatih qalx. Fatih otur. Fatih. Bəli. Sən uşaqlıqda yetim olmamsan. Olmuşam yoldaşla da çok. Ancaq bütöv yox, yarımçıq yetim olmuşam. Canım üçün yalan deyir. Hə, yetimlər əl açıq olur. Sən yarımçıq yetim olmuşsan, ona görə də almağı daha çox xoşlayırsan. Hə. Buyurun. Zaten görün ben. Bəli. Papağını düzəl də. Bu tərəfə yox, o tərəfə. Yenir hə bu. Hə. Sən niyə qandıqlı olmuşsan? Bəs kim olaydı? Kişip, samasvat sürə. Kişip, Ticarətdə işləyər. şehir deyər, hep qandıqçılıq nə deyək, ona buna döşəyi paylamaq kişi sənətidir. Neyini mi? Arvadlar gəlib işləmir. Çarəmiz nədir? Mən ölüm. Fatih qalx. Ha. 2 dəfəliyir, hə. Hə, 2 dəfəliyir. Hə. Sağ ol Afət. Belə. Deməli, belə. Nətər, hə. Sabit müəllim. Sağ olun, ben içmiyorum. Qasım ki, Ben onun daşını çoktan atmışım arkadaşım. Fatih. Bəli. Yox, yox. Mən mədəm xəstədir ki, hər il Yesintukuya gedirəm. Fatih. Mənim sözümü yerə salırsan. Üzr istəyirəm. Dönə-dönə üzr istəyirəm. Bax, 10 qram içsəm ha, mütləq ölərəm. O saat ölərəm. Mənə olmaz. Fatih qalx. Sroşlu mənim məclisimi tərk elə. Sroşlu. Ha. Qalx görmə. Al görün bunu. Nə lazım? Görüm. Al. Olmaz mən ölüm. İş vaxtında. İş vaxtında. Hə, biri o tiyatrda deyirik. Bebe, Bəli. bas bayrağı. Bebe, bas bayrağı. Nə lazım? Hə, bu nə? Hə, bebe, yəni bas bayrağı bu.
Baş üstə. Ha. Ne oldu ya bu? Birem sabit size dincele bilmelisin. Ha. Uzanın dincele. Ha, bu nedir bu? Ha, bu vagonda bir adam yok ki gelsin benimle bir balaca içecek. Ha? Bu ne be? Bu ne ter vagondu? Ha. Şampan. Canım için şampan çatmış. Evet, ben görüm şampansız meclis olur. Ha, bizi, biz, bir de görme. Bəli, O gedana. Ayaklarına, vezir o padişahın sağarı. getdi. Şamadanlarını da götürüb keçdi o biri vaqona. Dedi daha gəlməyəcək. Menden kaçtı ha. Menden kaçtı. Neynek? Neynek? Eybi yoktu, onunla da görüşeriz. Neynek? Qaçmağını bilmirəm, amma getməyinə getdi. Yaxşı, şimdi ol. Başqa bir şey. Git, sağ ol. Ha. Qasımçı. Deyirəm, bəlkə şampans qalmağa sən gedəsən. Necə? Ha, özüm özümə borçluyam, dedem dedeme borçlu. Ha, böyle adamsan diye indi, senin ayağının altında torpak olmalıydı biz. Ha, birini oraya kaçırdırsan, birini buraya kaçırdırsan, ne kara sakkal kanırsan, ne ak sakkal bilirsen, ha, kanımızı seherden it kanına döndürmüşsen ha. Çık kupeyden bayra görün. Qasımçı, mənimlə birləşmə peşman olarsan. Ha, neyin yiyeceksen bana ha? Lazım olsa eləyərəm. Şoferin de işində bir şey tapmaq olar. Parmağımın bircə işarəsi kifayətdir ki, səni çəksinlər ortalığa. Ha, axı mən neyləmişəm? Vay. Heç dəxli var, işe düşmedi oturduğumuz yerde. Ha, bir yerde kupede yol gedirik, yol yoldaşıyıq. Hürmetli artistimiz oturup burada. Ha, her şeyin bir yeri var. Da indi böyük adamsan diye biz prokuror karşısında değilik ya, biz müttehim değilik ki.